olacaqdır. Siz iynəni necə üzə, yəni vurursunuz, mən onu qəti hiss eləmirəm. Hətta mən sizdən öncə, çox illər öncə yana dolçu elətdirmişdim də. Sümüyümə elə bilin ki, xırt-xırt bir hissiyat var idi. Mən onu sizi hiss eləmədim. Hətta keçən dəfə rəfiqəm də dedi ki, mən də heç hiss eləmədim, o xırıltı yox idi. Elə bil ki, başqalarında demirəm, heç kimin işini pisləmirəm, əstəğfurullah. Sadəcə o hiss var da, əlin də yüngüllüyü var. Ayda iynə vuranda belə görürsünüz ki, kimsə damara və yaxud da əzələ iynəsini çox rahat vurur, amma kimsə belə incidir. Və sizin əlinizdə də o yüngüllük var. Görürsünüz xanımlar, gözaltı biyo işləyə-işləyə söhbət edir. Heç hiss eləmirəm, heç nə. Qorxmur, heç incitmir. Həmişə mən deyirəm, gözaltı adətən ağrısız zonadır. Orada çox ağrı olmur.